İndi artıq Mühərrəm ayının sonları, qarşıda ağır ay gəlir. Hətta ağır ayın əvvəli üçün imamların məsləhəti budur ki, sədəqə çıxartın. Sədəqə çıxartın, yəni Səfər ayının girişində məsləhət budur ki, hər bir kəs sədəqə çıxarsın, füqəraya, tanıdığı insanlara. Lazım deyil mollaya getirib verəsən ki, molla mən tanımıram, sənin yanına müraciət çoxdur, sən tapkina. Hər bir kəs istəsə, axtarsın, tapa bilər. Mən cəddə və cədə, axtaran neynər? Tapar. Bəli, sədəqə vermək bu ayın əvvəlində çox məsləhətdir. Hətta o ayda məsləhət çox olmur ki, zərurini xaric eləginən, zəruri işdən ötürü. Eyb eləməz, zəruri olsa getmək, qeyri-zəruridə o ayda səfər etmək də heç məsləhət deyil. Ömrümüzdən gedir, günbəgün, saat və saat. Ömrümüzü xərcləyirik. Bir insanda bir məbləğ pul olsa, onu keyfiyyətli yerə də xərcləyə bilər, hədər yerə də xərcləyə bilər. Amma keyfiyyətli yerə xərcləyəndə görürsən ki, bəli, bir zamanlar keçir, aldığı əşya yaddaşt eləyir bir kəsi ki, bunu filan vaxt zəhmət çəkib, tər töküb qazandığım pul vahidindən almışam. Bugün də nədir? Kara gəlir. Bir də var ki, İraq, şarlatan yollara insan pul xərcləsin, mənasız, qədri bilinməyən yerə pul xərcləsin, həm özünə təhqirdir və həm də musrif olur, israf olur. İsraf özü nədir? Həramdır. Allah Qur'anda çox yerlərdə deyir, amma biri məşhurdur ki, həman məşhurda deyir ki, İnnəllaha la yuhibbul musrifin. Allah sevməz israf eləyənləri. İsrafçıları Allah sevməz. Allah sevməsə, birdən qəzəb də eləməsə, Allah Taala'nın misyası, vəzifəsi, yaratdığını qidalandırmaq, təchiz etməkdən ibarətdir. Allah əgər bir kəsi yaradıbsa, onun ruzisinə nədir? Kəfildir, zamindir. İnnəllaha yərzuqu mən yəşa bi qeyri hisab. Allah ruzu verəndir, özdə sözsüz ruzu verəndir. Kafir ki, Allahı qəbul eləmir, Allah barəsində düşüncəsi kifayət qədər yoxdur. Heç eşidibsiz ki, kafirin ruzusunu Allah kəssin? Əksi halda möminlərin bəzən ruzusu azalır, deməklə ki, yaxşı mömin deyil, bəlkəm imtihandır. Bəlkəm ruzunun azalmağı şükrün çoxalmağına qulluq edir. İnsan əgər ruzusunu qırpa-qırp həyatda tapırsa, bilirsən nə qədər bu işin içində məsələlər var. Ruzusu kəm olan insan, az olan insan, qonaqdan bir cürə xəcalət çəkir, ailədən bir cürə xəcalət çəkir və sədəqə verməkdən məhrumdur. Bu işlərin hamısında səbirli olanın bir dənə mənası var. İnnəllaha məəs-sabirin. Allah kimi iləndir? Səbr eləyənlərləndir. İndi Allahla olmaq hara, Allahdan uzaq olmaq hara. Görürsən, bir para şeylər var. O işlərdə Allahla olur insan. Bir para xüsusiyyətlər var ki, insan Allahla olmur. Eşidibsiz, belə bir cümlə ataların misalıdır, deyir, toxun acdan nə xəbəri? Əgər bir kəs acdırsa, bəzən qarnına daş bağlayır, misal vurublar bunu, kim qarnına daş bağlayır? Heç kəs. Yəni, şəxsiyyətin saxlayır, qoruyur özünü bir para əskik xislətlərdən. Bir
Kəlilə və Diminə deyilən bir kitab vardı qədimdə. Onu tərcümə eləmişdilər. Keyfiyyətli sözlər Sədinin Gülüstanı kimi onda da çox idi. Burada yazır ki, bir uşaq yağlı çörək yeyirmiş, başqa bir uşaq da yavan çörək yeyirmiş. Bu yağlı çörək yeyən biraz təbəxtür eləyir. Öyünür ki, mən yağlı çörək yeyirəm. Amma yavan çörək yeyən isə həsrətlə baxırdı ki, kaş mənim də çörəyim yağlı olaydı. Ərz olsun ki, əzizlər, bəlkə heç qıpti etməsəydi, elə yavan çörəyinə iktifa etsəydi, kifayət etsəydi, daha nə olardı? Gözəl olardı. Gərək oxuyasan, ya eşidəsən, şahların haqqında yazılıb. Bunu sonradan çeviriblər misala. Bəzi şeylər var ki, əslən heç olmayıb zaten. Amma onu ədib insanlar icad ediblər. Olmayan şeydə də dastanların bəzən içində elə ibrətli sözlər var ki, adamların oxuyanda fərz eləyir ki, elə bir şey olub. Amma zaten heç olmayıb. Eşidirsiniz ki, nə eləyirəm o qızıl təşdiki içində qan qusum. Qan qusumaq, üzr istəyirəm məsciddən, xutbədən, əyləşən əzizlərdən iraq. Qan elə nəcisin biridir də. 11 nəcisdən biri də qandır. Sağlam adam da qan qusar? Əlbəttə ki, yox. İnsan gərək sağlamlığını 50% 50 itirsin ki, bəli, qan qussun. Özü də şaha nisbət verilib bu. Əgər bir şah hər bir şeyi varsa, sarayda bir loğma yediyini qızıl teşdə qan qusmaqla əvəz eləyirsə, əlbəttə çox gözəldir. Duzla çörək yeyib, qıvraq olmaq. Hansını seçərsən? O sarayda taxtın qabağında o düşkünlüyü seçərsən və yaxud sağlamlıq. Sağlamlıq bir dənə nemətdir. Özü də lazım məlzumdur. Sağlamlığın ehtiyacı var. Əmniyyət bir zamana, əmin amanda olan bir zamana. Nə gözəldir ki, insan həm sağlam ola, həm əmnəmanlı zamanda yaşaya və həm də idrak sahibi ola. Dərk eləyə ki, bu müvəqqəti bir dövrdür, keçid dövrüdür. Bir zaman mümkündür ki, olmasın və bu dövr fot olandan sonra eləyə bilməzsən, axva ilə bunu təkrar dalaq etərəsən. Görürsünüz? Bilirsiniz, siz o babaların nəvələrisiniz ki, onlar müharibə dövrü yaşayıb. Cımıq yiyiblər. Çoxları cımıq yiyəndən sonra qarnında şişib, axşam yiyib, səhər cənazəsi çıxıb. (65-66-cı illərdə çörəyin pəpələsini barmağı ağızda yaş eləyərdilər, süfrəyə vurardılar, pəpələni də yiyərdilər, şükr eləyərdilər. İndi gəl gedəyəm dükanından 2000 dənə çörəyi birdən atqıla, özdə hörmətsiz şəraitdə maşını var, at. Nə qədər keçib ondan? 60, bu da 2026. 60-dan 40 il, bir o qədər keçməyib də məsələn, 60 il. Bir zamanda öpülüb gözə qoyulan çörək indi tullanır. Qaza tullayırsan, heyvana tullayırsan, toyuğa tullayırsan, itə tullayırsan. Öpmək mənim sənin başımıza dəysin. Heç olmasa tullamayaq. İnnəllah la yuhibbul musrifin. Allah sevmir israfçılar. Allahın xoşu gəlmir israfçılardan. İsraf özü haram deyə haram deyil.
Təbii haramdır. Haramdan Allahın xoşu gələr? Gəlməz. Bəs bizə bunları kim öyrədibdi? Kitablar dolusu rivayətlər var. Məsumların 14-ündən də. Bir kişi varmış, deyərsən yuxu hüccət dögü. Bəli, bəzi halda yuxu hüccət dögü, yəni dəlil ola bilməz. Amma bir çox vaxtlarda yuxu elə hüccət olur. Yuxu çin çıxır. Dövr-i qədimdə, Peyğəmbər dövründə bir kişi varmış, aləmi vaqiədə görür ki, təklif olunur ona. Sənin 30 il ömrün qalıb. Bu bir dənə nemətdir var, bir kəsə deyilsin ki, 30 il ömrün qalıb. 30 il ömrün qalıb, bunun 15 ili firavan, 15 ili isə iflasda yaşayacaqsan. Seçim sənindir. Hansını qabaq salırsan, hansını sonraya salırsan. Yuxu aləmindən sübdə, azan vaxtında həyəcanla durdu, qoy götür, qoy götür. Allah bir dənə nemətdir də, adamın külfəti ağıllı olsun. Peyğəmbərimiz buyurub ki, külfətlərinizə, arvadlarınıza bir çox şeylərdə məsləhət eləyin. Sonra öz əqlini də qoy ortaya, oradan da bir şey sənə qismət olar və öz əqlini də heç kəsə verməginə. Mən çünki buna hamı qulaq asır və əziz qardaşımız da səsi yığır. Mən istəmirəm ki, müəyyən adamlar sonra gözlərini yumandan sonra ağızlarına gələni yazsınlar müəyyən sözlər. Birinə dedilər ki, başın səlamət qalmaq üçün nə etmək lazımdır? Bir dilini saxla. İndi mən də istəyirəm ki, bir dilimi kontrol edeyim ki, hədisi, rivayəti öz düşüncəmlə yox, bəlkə rivayəti rivayətlə, ayəni rivayətlə açıqlayıblar və biz də sizə olduğu ibarəti deyək, nə özümüzdən qondaraq, nə də qondarmağı məsləhət bilək. Bəzi hallarda var ki, qadınların məsləhət olunası sözlərinin əksin görsün kişilər. Onda qadın bəzən deyə bilər ki, sən məni məsxərə eləyirsən, heç mənə deməzdin, bunu ki, sən mənə deyib, mənim rəyimin əksini görəcəksən, niyə mənə dedin, mənə bulandırdın? Bu da ola bilər. Amma var rivayət ki, Peyğəmbər buyurur ki, onların atifələri zəif olar. Bir anın içində 100 cürə fikirləşməyə qüdrətləri yetir. Bir anda 100 cürə fikirləşə bilirlər. Məsləhət onlarla məşvərət eləyin, rəyilərinin əksini eləyin. Yəni, ağlınızı da heç kəsin ayağına verməyin. Bu kişi qalxdı yuxudan, dedi bir xanımla məsləhətləşin. Mənə bir belə yuxuda təklif olunub. Görməmişəm kim tərəfindən təklif olunub. Amma qulağıma belə bir səs gəlib ki, sən bundan bu yana 30 il yaşayacaqsan. İflası 15 il, firavanı da 15 il. Arvad dedi ki, ağıllı arvaddır, Allah onu rəhmət eləsin. Dedi ki, sən get, Peyğəmbər əleyhissalama məsləhət elə. Gör, Peyğəmbər nə göstəriş verir sənə. Dedi, onu eləyəcəyəm. Amma istəyirəm sən rəyi bilin, sənin fikrini bilin. Sən neyi bilərdin, məsləhət bilərdin mənə? Dedi, mən firavanlığı qabaq salmağı məsləhət bilərdim. Belə çıxır da, kim ölə, kim qala? Arvadın fikrinə bax. 15 il firavanlığı qabağa sal. Arvaddan bu təklifi alandan sonra yadımdan çıxdı Peyğəmbər İslam'a bunu gənişməyə. Gecə oldu, yatdı, səhərə yaxın bir də tikrar bu sual mərəzində qaldı. Biz sənə təklif vermişdik. Nə qənaətə gəldin? Dedi, firavanlıq qabağa düşsəydi, yaxşı olardı. Orada Peyğəmbərə məsləhət eləməyib də maniyə çıxıb ortaya. Bəli, bu vaxtı gördü ki, cavab gəlmədi. Amma yavaş-yavaş, gün-bə-gün, həftə-bir həftə, ay-bə-ay rüzgarı bunun firavanlaşdı.
o qədər yaxşılaşdı ki, heç keçən ay kimin olmadı, ondan sonraki ay, obursu ay kimin olmadı. Qəşəng bunun rüzgarı keçir. Peyğəmbərə genişmək də bunun yadından çıxdı. Adam bəzən yol yerişini də itirir ha. Nəinki kiməsə genişmək. 15 il tamam oldu. 15 il tamam oldu. İndi az qalıb ki, axıra vursun. O qədri bərəkət tökülüb bunun üstünə. Arvad da bunu qoymur. Taam yeyəndə, çörək yeyəndə fartıqsız yuxa yesin. Hey fartıqla yiyir. O pəpələ yerə tökülməsin, fartığa tökülsün. Bilərsiniz fartıq nədir də? Yəni boyuna salarlar. 15 il tamam olandan sonra gördü ki, əskilmir nemət. Şükri nemət, nemətət əfzun kunət. Kufri nemət, nemət əz kəf birun kunət. Nemətə şükür etsən, o neməti Allah artırar. Amma küfranı nemət eləsən, şükür əvəzinə küfranı nemət eləsən, o ocuğun içində də olsa çıxar əlindən. Necə ki, Həzrəti Yusif dəvədənmi, kaliskadanmı, atdanmı Həzrəti Yəqub Peyğəmbərlə, ata da Peyğəmbər, bala da Peyğəmbər. Gec düşdü və yaxud düşmədi, Misir əhlinin qarşısında sındırmadı özünü. 38 ya 40 il ağlayan atadan ötürü gərək piyadə olaydı, bir qədər onun qarşısına addımlayaydı. Elə bunu etmədiyi üçün Cəbrail əleyhissalam yetişdi. Ya Yusuf, ovucu aç, sağ əlivin ovucunu açdı, gördü ovucunun içindən bir dənə nur getdi göyə. Dedi, ya Cəbrail, bu neydi? Dedi, Allah səndən peyğəmbərlik sülaləsini aldı. Yusuf ha, bütün Misri və əhli Misri bəladan xilas eləmişdi. Ne üçün? Niyə peyğəmbərin ayağına düşmədin? Bu bir. O məqam-ı İbrahim ki, gedib hacda ziyarət eləmişsə, onun içində brilyant var. Müshəf-i ilahi Qur'an var. Həzrəti İbrahimə nazil olan suhuf var. Həcərül Əsvəd var. Süleyman əleyhisselamın üzüyü var. Nə var orada? Bir cüt peyğəmbərin ayağının izi. Əzəmətə bax, qudrətə bax, qudrət sahibində. Deyir, ged mənim evimi dolan. 7 dəfə dolanandan sonra gəl mənim peyğəmbərimin ləpirində namaz qıl və mən səni qəbul əliyim. Peyğəmbərimin ləpirində. Sənin başın hara gedir? Peyğəmbərin ləpirində olan səcdiyə. Bütün insanlar sünni, şiə fərq eləməz. Hamısı təhrif olunsa da belə, gəlir Peyğəmbər ləpirində o 2 rəkət təvafın namazını qılır. Bu bəs eləmir. İndi Peyğəmbərin hələ bu ləpiridir, başı döyür. Peyğəmbərin qəlbi döyür. Peyğəmbərin bütün vücudu nazənini döyür, ləpiridir. Allah üçün Peyğəmbərin ləpiri bu qədər dəyərli olsa, öz Peyğəmbərinin sülaləsini Yusufun əlindən çıxartmazdı. Niyə? Sən üçün ağlayanın ayağına düşmədin. Odur ki, bu kişi gəldi Peyğəmbərin yanına. Ya Resulallah, mənim başıma belə bir iş gəlmişdi. Vaxtı ikən mənə belə bir təklif olunmuşdu. Firavan yaşayış 15 il, ondan sonra çətinlikdə yaşayış 15 il. Mən xanımıma genişdim. O dedi ki, firavanlığı qabaq sal, irəli sal. Və mən sonra sərfi nəzər etdim, sizə buyurmadım, sizdən məsləhət almadım. İndi 15 il firavan yaşamışam. İndi bundan bu yana mənim qara günlərim irəlidədir. Amma nemət tükənmir. Nemətim elə olduğu kimin boldur. Resul-i Əkrəm buyurdu ki, deyinən xanıma yuxa pişirsin, fartıqsız yiyinən.
tökülsün yerə. Gəldi bu xanım bunun üçün yuxa bişirdi. Fartıqsız yeməyə arvad şüvən qopartdı. Ağıllı arvad budur. Dedi, bəlkə sən səhv başa düşmürsən. Fartıqsız yemək olmaz, Allahın bərəkəti düşər yerə. Çünki qiymət verdi Allah Taala'nın nemətinə, qalan son 15-ini də firavan yaşadı. Bəzən adamın ayağına dəyən daşı gərək özü müəyyən eləsin ki, bu mənim ayağıma niyə dəydi? Neynəmişdim? Musa Aleyhisselamın vaxtında bir nəfər Yahudi gəldi. Üzr istəyirəm. Resul-i Əkləmin vaxtında bir nəfər gəldi ərəb. Ya Resulallah, mənim 6 aylıq piçinim, buğdam, qalan 6 ayıma çatırdı. Amma indi tükənib. Bilmirəm illəti nədir? Cəbrail gəldi. Ya Resulallah, deyinə ona ki, quşlarda bu qarğa ki var, bir tariki salatın adı müsəlmanın, ibadəti olmayanın dişini gətirib salıb bunun damına, onun öbuhətindən, bəddiyindən bunun ruzi çəkilib. Çıxsın onu kürüsün, qalan ruzi çatar onun qalan aylarına. Çıxdı, baxdı, gördü, bir dənə insan dişidir. Onu izalə elədi, ruzisinin qalanı ona çatdı. Əlverdigarı, öyümüz tərk salat, küçəmiz tərk salat, öpüb bağrımıza bastığı adamlar tərk salat, toylarda tərk salat, yasda tərk salat, şəhərimiz tərk salat. Heç sən bizdən ruzuvu kəsmirsən. Bu bizim üçün bugünkü ruzi bərəkətdir, nemətdir ya niqmətdir? Bu nemətdir. Bu niqmətdir, niqmət. Niqmətin mənası budur ki, sənə qənim kəsilib. Ömrüvü sərf elədin bir belə nəxlistanə, axirət bağını ək, ta sənə salsın sayə. Ağac neynir adam üçün? Kölgə salır. Sən axirətin üçün bir ağac əkmirsən ki, orada sənə kölgə salsın. Ömrüvü sərf eləmirsən. Bu qonaqlıq sənin, bu toy sənin, o ad günü sənin, bu keyf, bu damaq sənin. Keyfində damağındasan. Heç bilmirsən, orucluq haçan başladı, haçan bitdi. Heç bilmirsən, Məhərrəm səfər, ha vaxt gəldi, ha vaxt bitdi. Bədbəxt. Şun xaladın içində doludur. Dükanlarda da çörək də boldur, nemət də boldur. Laubali yaşayırsan. Laubali yaşayırsan. Nə pakdan pəhrizin var, nə mundardan. Heç biri sənin üçün əhəmiyyət kəsb eləmir. Onda hiss eləyəcəksən, ayıldın, görəcəksən, hə, artıq geçdi. Şəhid Allah, özüm inanıram. Musa Aleyhisselama bir Yahudi gəldi, üzr istəyirəm. Həzrəti Musaya əmr oldu ki, get, Rudinilin kənarına, o heyvanlardan birinin sənə şikayəti var. Gəldi, dua oxudu, Allahdan dilədi ki, ilahi və Rəbbi, əmr buyurmuşsan, gəlmişəm. Bu dərya heyvanlarının hansının mənə dərdi var. Gördü, bir naqqa çıxartdı başını. Öz dili ilə Allahın Peyğəmbərini anlattı ki, qiyamət bərpadır. Nədən ötürü suların, heyvanlarının ruzisi kəm olub? Gəldi Tura. Turda münacat elədi, ilahi və Rəbbi, o su heyvanlarından birinin dərdi mənə bu idi. Mən onlara nə deyim? Məndən cavab gözləyirlər. Dedi, ya Musa, mənə yağı olan, mənə itaət etməyən bir səhər üzün yuyub Rudinildə, onun itaətsizliyi dərya heyvanlarının ruzisinin kəmliyinə tamamlanır. Gəl bax ki, dünyada olan çayların, dənizlərin kənarlarına bax, gör nə biabısılıq var. Qaynata, gəlin, qız, kürəkən, hamısı bir çərhözdə çimləşir, hamısı da yataq paltarı ilə. Hamı bir çərhözdə çimir, yataq paltarı ilə. Bir zərrə abır-həya insanların çöhrəsində qalmayıb. Bunlarla mübarizəyə İmam Hüseyin əleyhissalam çıxıb.
Bu kimin abırsızlıqlar Müaviyyənin dövründə intişar tapmışdı. Müaviyyə öz kənizini kişi paltar giydirib yollamışdı Əməvi məscidinə. Orada kişilərin qarşısında durub pişnamaz olmuşdu. Kəniz, qadın, arvad, pozğun. Əvvəl səfdə duranlar bilmişdilər ki, bəli, bu qadındır, kişi deyil. Bu kişi deyil, qadındır. Amma çünki yal aşıqları idi, hamısının bığı yağlanmışdı. Ona görə biri vəzifədən təxlis olmasın, biri qorxurdu, biri başqa şəkilə düşmüşdü. Heç kim danışmırdı ki, Müaviyyə. Deyirlər, keçər də, barışırlar. Əzizlər, çox təhlükəli bir zamanla üz-üzə insanlar gəlir. Onlar şərab çərhözləri düzəldirdilər sarayların içində. Həm içində çimirdilər, həm də bəs qədər içirdilər. O dövrdə bu cür olmuşdu. Peyğəmbərdən hardasa 50-60 il sonra 5000 dəfə haram üstünə gəlib o gündən bu günə. Böyük işdir ki, sən varsan. Böyük işdir ki, sənin kimin insanların körpə əqidəli südəmər balaları var. Allah bilirsən nə buyurur? Ey mənim Həbibim, əgər olmayaydı günahsız cavanlar, şəhvətini, nəfsini saxlayan cavanlar, Allaha xatir qiyam, rükû, sücud eləyən cavanlar, göylərdən başuza daş yağdırardım. Əgər olmayaydı beli bükük qocalar, saçı saqqalı ağarmış qadın və şeyxlər qocalar ki, onlar amanla əyləşib durur, ibadətə, duaya məşğul. Allah onlardan bəzən ibadət vaxtında həya eləyər. Əgər olmayaydı günahsız bir günah heyvanlar, olmayaydı süd əmər körpələr, başlarınıza, günahlarınıza görə daş yağdırardım. Və halon ki, Peyğəmbər əleyhissalam tövsiyə eləyib, İmam Əli əleyhissalam buyurub, 2 şey vardı Peyğəmbərin sağlığında, o sizə bəla gəlişinə mane et. Onun biri əlinizdən gedib, biri sizlə var. Biri əstəğfirullah Rəbbi və tubu iləydir. Tövbə etməkdir. O hər zaman sizləndir. Haçan tövbə etsəz, Allah sizi əfv eləyər. Amma bilərəkdən tövbəni geriyə atma. Digəri isə Peyğəmbərin öz vücud-u nazənini idi. Nə qədər ki, Peyğəmbər sizin içinizdə idi, Allah Teala onun xatirinə sizə bəla yollamaz. O biri əlinizdən gedib, amma biri sizlə var. Bir şey deyim sizə, bu mənim sonuncu sözüm olsun. Əlbəttə, mən kiməm ki, mənim sözüm olsun? Deyilmiş sözdür ki, tikrar olsun. Əl-elmu hərfun, ət-tikrari əlfun. Bir şeyi təkrar eşitsən, narahat olma ki, belə bu təkrarçılığa yol verir. Bəlkə 1000 kərə lazımdır bir şey təkrar olsun. Həzrəti Hüseyin əleyhissalamın məclisindəyik. Nə dədəmin məclisi döyür, nə dədəmin məclisi döyür. Səni bura bənd eləyən onun eşqidir, onun məhəbbətidir. Ərbəyinə gedəcəklər, getmək istəyənlər. İsti ay. Ot çıxır torpaqdan. O istilik eşqin qabağında acizdir. Məhəbbətin qabağında acizdir. Həzrəti Hüseyin əleyhissalamın şəxsiyyətinə bax ki, şərəfinə bax ki, istəsəydi bu leşkərlə haqq sabı çürüsün, elə bir kəlmə əlin qaldırsaydı, İlah və Rəbbi,
bunları məhv elə və yaxud bir kəlmə desəydi ki, Fərati xeymələr səmtindən cari elə, olardı, olmazdı. Etiqadımıza görə olardı. Niyə demədi? Burada iki şey var. O yandı, biz yanmayaq. O özü yandı, balaları yandı ki, biz yanmayaq. Əgər o yanmasaydı, biz yanacaqdik. İndi kim kimə borcludur? Sən ona borclusan, ya o sənə borcludur. Bəlkə də ağlamaqdan qəşvə arız olsa sənin vücudu var, yenə də gərək sən minnət çəkəsən ki, qəbul eləyir ya eləmir. Həzzət bir dənə dua eləmədi, bir dənə ah çəkmədi. Hər bir şəhidin başının üstündə dedi, İlahi və Rəbbi, bunu məndən qəbul elə. O Allahdan istədi, istər Züheyr olsun, istər Hürr-i Dilavər olsun, istər qolları qələm olan Babil-i Həvaiz, Əbəl Fəzlül Əbbas olsun. Təbii bunlar imamdır bu şəxsiyyət, bunu yandırırdı. Qutb-i ilahiydi, dünyanın mərkəzi yox idi. Ola bilməz ki, oğul ölümü ataya təsir qoymasın. Amma nə üçün? Hər tək-təkində dedi, İlahi, məndən qəbul elə. Məxsusən xanım Zeynəb, Qovdalı qətilgahıda dedi, Allah sən bu qurbanları bizdən qəbul elə. Onlar bilirdilər ki, nə veriblər, nə Allah Teala onun müqabilində əffə nail eləyəcək. Səni and veririk İmam Hüseyin ağanın əzəmətinə, şərəf və ləyaqətinə, bir an belə qəlbimizi onun məhəbbətindən boş eləməm. Günahsız insan olmaz. Allah günahlarımızı təxfif elə. Bizi bağışlamamış dünyadan aparmam. Allah evladımızdan əhl-i beyt, düşməni bara gətirməm. Allah can sağlığımızı, ömrümüzü Həzrəti İmam Hüseyin ağanın özünün və övladının məhəbbətində, yolunda məsrəf elə. Xəstə olan kəslərə şəfa verginən, tuhi dəst olan, əli boş olan, üzü xəcalətli olan kəsləri xəcalət yükündən azad eləm. Allahlığın xatirinə bu ölkə bizim gəmimizdir. Heç zaman gəminin nasazlığını heç kəs istəməz. İstəsə də əqilli sayılmaz. Allah ölkəmizi də səlamət elə. Bu adamların ki, əlində vəzifə, iş filan var, qəlblərində, fikirlərində ədalət bərqərar elə. Allah zalimin məzlumə qalib eləməginən, Allah şeytanın şərrindən və şərr insanların vəsvəsəsindən bizləri məhfuz elə. Bismillahirrahmanirrahim. Əmmən yücibul muzterrə izadəh və yəkşifissu. Əmmən yücibul muzterrə izadəh və yəkşifissu. Əmmən yücibul muzterrə izadəh və yəkşifissu. Allahümmə